bugünkü dərsimiz şirniyyatlara aiddir. Azərbaycan kulinariyasında bilirsiniz ki, şirniyyat növləri çoxdur. Hər bölgəmizə görə şirniyyatlar dəyişir. Azərbaycan mətbəxinin zənginliyi çoxdur. Bakı mətbəxində bir cür şirniyyatlar var. Şəki mətbəxi bilirsiniz ki, genişdir. O tərəfdən Lənkəran, Gəncəbasar zonası, Qarabağ zonası, bu tərəfdən Qubaqsar, hər bölgəmizin öz şirniyyatları var. İndi onları müəyyən şəkildə, hamısı çox genişdir, müəyyən şəkildə yazacağıq onların adlarını, məlumatlar və bugünkü dərsimizdə keks hazırlayacağıq. İndi yazın, şirniyyatlar və qənnadı məlumatlar. Şirniyyatlar və qənnadı məlumatlar. Qənnad. Şirniyyatçılara qənnadçılar da deyirlər. Qənnadı məlumatlardır. Məmulatları. Nesə istəyirsən telefona oradan yaxşı səs yazmırsa, bura yaxına qoyaq. Sən telefondan elə nə əldə edə bilirsən? Bəli, qolqasına oradan. Hə, yaxşı. Şəkər bura. Şəkər bura. Paxlava. Paxlava. Şəkər çörək. Şəkər çörək. Fəsəlli. Fəsəlli. Çorqoval. Çorqoval. Bakı qurabiyəsi. Bakı qurabiyəsi. Lənkəran külçəsi. Quba paxlavası və şirniyyatları. Lənkəran külçəsi. Şirniyyatları. Qarşı maşallah hamımızdan tez yazır. Ona görə mən arzuya aiddirəm, görüm hamı dalda qalır. Şamaxı mütəkkəsi. Şamaxıda xüsusi şirniyyat hazırlanır, ona mütəkkə deyirlər. Oxşadırlar, ya nəsə belə adlar qoyulur. Şamaxı mütəkkəsi. Şəki paxlavası. Şəki paxlavası. Tel halvası. Şərbət halvası. Mindal. Tezdən sonra tel halvası, şərbət halvası, Mindal. Noğullar və s. Tort və pirojnalar. Tort və pirojnalar. Cəssəm olar da yeyirdə. Adi biskvit. Adi biskvit. Xama ilə biskvit. Xama ilə biskvit.
Praga tortu. Praga tortu. Praga tortu. Gece gündüz tortu. Gece gündüz tortu. Ballı tort. Ekler piyazması. Ekler piyazması. Napolyon tortu. Napolyon tortu. Nasıl? Narlı tortu. Yağlı tortasından peçenye. Yağın tortasından peçenye. Kesmikli çöke. Kesmişli çöke. Yağın tortasından Peçenye. kesinlikle kökü. Kesmikli çöke. Qovun sukatı. Sukat bilirsiniz də, belə qurudulmuşu da bir növ. Qovut. Qovun yəni yemiş. Qovun sukatı. Qovun bilirsiniz də, yemişə deyilir. Portakal sukatı. Qovun sukatı satılır, mağazalarda da var. Özbekistandan çox gəlir. Portakal sukatını evdə də hazırlamaq olur. Ama neyse sulu şey olur ha. Qarpız sukatı yox. Yox, qurudulmuş. Elə bir ki, biraz onu şirədə bişirib, sonra qurudurlar. Hə, elə bir şey. Və çiyələrin özündür. Qarpız sukatı. Məsəl üçün, əgər yenisinizsə, indi bilmirəm qoyurlar yoxsa, köhnə nağıl tortların üstündə qarpız sukatı olur da həmişə. Belə açıq rəngli, şəffaf bir şey olur. O sukatları şirniyyatlarda, tortların üzərində bəzədilməsə, dizaynında istifadə edirlər. Yeyirlər də. Qarpız sukatı. Limon qabığından sukat. Biz qanunnamədə məlumatlarından danışırıq. Ona görə hər tərəfli məlumatlar haqqında məlumat verirəm sizə. Yəni, siz sabah sukat deyəndə bilin ki, nə olan şeydir, şərbət nə olur, hansılar, həvəsindən biraz da çox yazsaq çox olur. Limon qabığından sukat yazdınız. Limon şərbəti, şərbətlərə aiddir bu. Limon şərbəti. Limon şərbəti, nane şərbəti, reyhan şərbəti, reyhan kaldı da yani. Biz Özsan'a genç və s. Tərxon şərbəti bir də yazın. Tərxon şərbəti və s. Mürəbbələr. Alma mürəbbəsi. Mürtəzədə yazın cənnət. Balaca cənnət almaları olur. Mürəbbələr. Yaz alma mürəbbəsi. Mürtəzədə yaz cənnət alması da. Armud mürəbbəsi.
Albalı. Albalı bilirsiniz də vişne. Albalı. Gilas. Benim. Evet. Gilas. Ərik. Hara gelirsen git bunların tek al get. Ərik. Ha, yaxşı, yaxşı. Alça. Şaftalı. Şaftalı. Əncir. Moru. Çiyələk. Çiyələk. Börükkan. Pişirilmeyen mürəbbələr, bilirsiniz də, pişirilmeyen mürəbbələr, bəli, onları pişirmirik, onları əzirik, pis oturuyoruz, soyuducuda saxlayırıq. O mürəbbələr morğdan olur, fekuadan olur, qarabaqdan olur, onlar daha xeyirlidir. Çünki onların içində minerallar, vitaminlər qalır. Pişirilmeyen mürəbbələr, cemlər, Pişirilmeyen mürəbbələrə nəsə yazar, yoxsa? yox da dedim. Hə, onu yazar. İstəyirsinizsə əgər bir onların adlarını yazın, hansı mürəbbələr pişirilir? Deyəsiniz. Hə, deyim onları. Mən sevda yazdım. Adı. Hə, telefonunuz düşdü. Yazmaq istəyirsə yazın. Pişirilmeyen mürəbbələrə aiddir. Yazın. Aid. Fekua. Fekua. Moruq. Moruq. Qara qarağat. Qara qarağat. Və qırmızı qarağat. Smarodina. Qırmızı qarağat. Mən orada sözümü deyirəm, amma qırmızı qarağat. Sonra nə? Malina moruq, gözəl. Malina rusca. Mavi Vesaire. deyirlər. Vesaire. Vesaire. Lap kesəkdən çıxır. Hə. Arada qaçdı. Bəkməz. Zəhmət olmasa o topu taxardınız sonra bir dəqiqə gözləyin. Bəkməz pişirilmeyen mürəbbə deyil ha. Bəkməz də qənnadı məlumatıdır, ona görə yazılır. Altdan yazın bəkməz və s. Bəkməz, bal. Bəkməz, hə? Bəkməz. Altdan yazın bəkməz və bal. Bu da şirniyyatlara aiddir. Şirniyyatlara aid. İnternet işləyə bilirsən. Hə, hə. Bağlamışam, nə bilirsiniz gəlir. Lazım edir. Altdan da onun baldan da altta da yazın kampotlar. Kampotlar. Daha kampotları bir alttan yazmıram, özür bilirsiniz de her şeyden kampot olur. Daha terpunla, reyhanla da. Kim nədən istəsə eləyə bilər. Niyə o mağazinə Şirkətlərindən bir şo meyvə alsam, bir şo qonçu kompot. Hə. Bugünkü yazılarımız bu qədər. Hörmətli müqavimələr, bugün biz kek hazırlayacağıq. Bildiyiniz kimi keklərin cürbəcür növləri var. Proteində hazırlanır, yumru qablarda, silikon qablarda hazırlanır. Biz bugün stəkanda kek hazırlayacağıq. O stəkanda kek iki cür hazırlamaq olar. Ortası duru halda olan, bildiniz, ıslaq kek və ya bütöv kek. Ondan da eləyəcəm, ondan da eləyəcəm inşallah.
Deməli bizə lazımdır bu malzəmələr. Yumurta, şəkər tozu, un, qatıqdır, yerinə süd də eləmək olar. Əslində südlə də qəşəng olur, südlə daha qəşəng olur. Qatıqdır, duru yağdır və kakao, kabartma tozu, vanilin. Deməli, dedim şəkərə. Bu qədər malzəmələrdən biz bu gün kek hazırlayacağıq. İndi mən 3 yumurtadan xəmir hazırlayıram. Bir dənə orada şey varsa, boş klok, mən zibilləri tulamır, klok atır. Mətbəxdə təmizliyə birinci rəayət eləmək lazımdır. Hər bir şeyi elədiniz, o saat onları atırsınız, sındır. Həm də ki, bu yumurta belə ağ yumurtadan daha yaxşı olur, kənd yumurtasından o qədər yaxşı olmur və yumurtalar soyuducu da olmalıdır. Biz 3 yumurtaya 3 qaşıq pesok tökdük və onu veniklə çalırıq. Mikserlə də olar. Yəni, veniklə çalırım. Elə şirniyyatlar var ki, onları mütləq mikserlə çalınmalıdır. Burada mikser o qədər də önəmli deyil, veniklə də çalınmalıdır. Amma yəni eləsi var ki, biz o gün tort elədik, ana yanında, o mütləq mikserlə çalınmalıdır. Ev şəraitində oldu, ya profesional mikser olsun, ya ev mikser olsun, o mikserlə çalınmalıdır. Amma bunu, yəni, veniklə olar. Bunu çaldır, sən biraz çal. Buna 3 xörək qaşığı yağ tökürəm. Üç xörək qaşığı yağ. Bəli, yağ tökürəm. Çal. Üç xörək qaşığı qatıq tökürəm. Necə? Onda 3 xörək qaşığı. Bir paket vanilin. Evde de hazırlayabilirsiniz. Ev şəraitində çox rahat, çox gözəl. Dayanar. Çek qabı o heç. Amma bunun maraqlısı bunun şeydə olmalı. Saskada olmalı. Bəli. O nədir? Bu da kabartma tozudur. Hələ qarışdır. 3 qaşığı da qabartma. 3 yox. Hər dəfə yarım. Sən qarışdırma. Kabartma tozu önəmə getməlidir. 1 2 3. Yumurtaların büyüklüğündən, kiçikliyindən asılı olaraq biz unu biraz artıra da bilərik. İndi baxacağım kıvamına. Yumurtalar biraz eridir. Bu biraz duru olur.
Keklər bir neçə cürdür. Kekləri məsəl üçün qatı eləməkdə olur xəmirini. Qatı elədikcə kek biraz bərk olur. Duru elədikcə biraz yumuşalır, nejini deyirlər. Daha zərif olur. Qavumuzu əlavə eləyək. Kakao neçə qaşıq? O da çay qaşığı ilə 3 çay qaşığı. Öyle də olur. O gecə gündüz tortu var. Onu pişirəndə elə eləyirik. Bir dənə eləyirik. Qabaqlar çox pişirərdik. Son eller daha ne bileyim bu kadar şeyler oldu. Yani daha çok kötü şeyler çıktı diye daha az veriyoruz. O şokolat damlaları var idi, onlar da çıkar. Şimdi suyumuzu hazırlayalım. Yerine bozlandı. Onu sonra yağlayacak yumuşak, yani içi sulu, içi su kalmaz. Deməli, biraz yağlayırıq. Yağlamasaq da olar, amma biz hər halda yağlayaq. Çıxmır. Əslində çox vaxt çaşqanı belə dekor eləyir, qoyuruq və çaşqada yedir. Çünki o islak kek çıxanda axır içi. O çaşqada yeyilməlidir. Ben o zaman bütün seçen her zaman çocuk Kızlar bir yere görüşüp bir yere gelin. İndi eləyirdim məlumatı. Yenə də arada istəyirsiniz, bir dəfə hələ dərsimizə var. Evdə nəsə. Evdə mən sizə öyrədirəm. Sizə gəlir, mən tek qalmam. Sonra siz bir gün qəşəng hərəmiz bir şey edin, gətirin ki, bu şeyi elədim. Bax, müəllimə, mən bu elədim, çıxartdım. Peki. Mən bu bir şey birimizin evində. Kiri, hər nə pişirməmədim var. Mən bunu istədim. Sən bunu elə olacaq, Mən bir şey sevdim. Mən bir şey kağız verir, atar hərə götürsün ki, mən nədirsə onu pişirsin. İndi bu yazıq bir şey, mən bunu eləyəcəm. Yox, mən sənin şeyi... Bolu bir şeylər. Kim nə bacarırsa, onu verəcək. Əsasın, əsas sənin malında. Bir də bunu mən... Ay qızım, bloku çəkilsənə var. Xatirəm, mənim o birisi də qara olacaq. Hə, bu qara olur da. Yox, o birisi. Ağ da eləmək olar, amma yox, qara eləyəcək də. Bu günlərim qara eləyəcək. Gün qara eləyəcək. Islak kek, axan kek olmaq üçün içərisinə biraz şokolad da əlavə edirik. Bunu plitka şokolad da olar, qalın şokoladlardan bölüb bir dənə hərəsinin içinə bir parça qoymaq olar. Bir də bugün damla şokoladımız var. Elə damla şokoladdan hərəsinə bir pay düşürəm. İndi o onun içində qalacaq. Suyumuz kaynadı. İndi suyumuzun içine biz çaşkalarımızı yığırıq. Evet.
Yok, hayalen. Biraz əvvəlcə suyu qaynadım, bəlkə kodda qoyun. İndi burada biraz yavaş oldu. Hə. Bu mən evdən gətirmişəm, yuyulmuş, ütülənmiş, təmiz bir halda. Hə. Onu qoyuruq onun ağzına. Bu qaynasın. Hə. Bu qaynayanda, çaşqaların içəridə gür olanda, çıx-çıx səsi gələndə, o xodunu alır və saata baxırıq. Deməli, 3-ün üstündədir. 7 dəqiqə. 7-8 dəqiqə. İçi axmalı, lakmeli olmaq istəyirsinizsə, axan kek istəyirsinizsə 7 dəqiqə. Yox, bərk kek istəyirsinizsə 10 dəqiqə. Çaşqada keklərimiz. Gördüyünüz kimi, bu bizim çaşqada keklərimiz. Bu bizim kekimiz. Hem de bu tilkiler. Yok, puding bir başka şey. Eğer puding de yani. Puding de sesli. Bu bizim çaşqada keklərimiz. Nə vaxt ürəyinizə düşsə, ürəyinizə düşsə, 5-10 dəqiqənin içində hazırlaya biləcəyiniz ən asan və praktik bir kek. Bakın, tam pişmiş ve güzel bir kek. Murat bizi de biletsek yere ortasek. İsteseniz bunu. Yani bıçak var. Ha, indi müəllim biz necə İsteseniz bunu biraz çıkardırabilirsiniz. Mən də içində yemək maraqlı olar. Qızlar, gəlin bir gün yumuşaq bir yerdə bunu yeməyiz. Şokolatı dibinde daha güzel. Üstüne bir çiyelek, moruk, meyve, gilə meyveler de koyabilirsiniz. Fıstıq da yaxşı fıstıq var, köklərdə. Bəli, fıstık, qoz. Qozdan bir dənə koyuyoruz. Kakao. Ha, ben kakao sevmirəm, ama olar. Limon da. Sen ne yapalım, sizin kekinizi çıkardım, siz kozu hoşladınız. Çıkardım, koz səkin. Hani güzel çıktı yerin olur. Çok güzel. Çok. Süper. Mesela donat gelende. Kızın saçı da çok akar oraya. Yok, Süperdi. alın. Bundan sonra kulak gider ancak böyle. Onlar rahatı yoktu. Hem artık kullanılır kalır. Hem de Kapsa çok basmış. Kapsa çekilir üstüne. Olur süper. ilk hafta hellele yerisini taşkamalı. Yani bunu pişirip satmak da olur. Əli bir şey verəcəm sənə, yumuşaq